3-cü Qərbi Azərbaycana qayıdış festival konqresi 18-19 iyunda Zəngəzur dəhlizinə yaxın ərazidə Ordubadda keçiriləcək. Birincisi Naxçıvan şəhərində. Əzizim Zəngəzura yol gedər Zəngəzura. İkincisi, Batabadda baş tutan və bugünədək 20 mindən çox insanı bir araya gətirən bu böyük festival konqres yenidən tarix, mədəniyyət və elmi vahid platformada birləşdirəcək. Qədim folklor nümunələri, aşıq sənəti və milli musiqi, Qərbi Azərbaycanın zəngin mətbəxi, xalçaçılıq, toxuculuq və milli irs, VR gözlüklərlə Qərbi Azərbaycana virtual səyahət, tarixi şəhər və kəndləri, qədim abidələri və füsunkar təbiəti virtual gəzmə imkanı, şəhər salma və memarlıq ili çərçivəsində təşkil olunacaq memarlıq sərgisində qədim yaşayış məskənləri, memarlıq nümunələri, körpülər, kərvansaralar, tarixi abidələrin zəngin irsi, bədii və vizual təqdimatlarla yenidən canlandırılacaq. Festival konqresin elmi hissəsində isə rəqəmsallaşma və Qərbi Azərbaycan mövzusu da daxil olmaqla 8 yeni istiqamət, maraqlı məruzələr, təqdimatlar və müzakirələr. Gəlin, Qərbi Azərbaycana qayıdış ruhunu birlikdə yaşayaq. Keçmişin yaddaşını bugünün nəfəsinə, bugünün səsini sabahın yoluna çevirək.